Hər vaxtınız xeyir, real intervyu efirdədir. Azərbaycan prezidenti Qarabağ səfəri çərçivəsində Xocalı, daha doğrusu Xankəndi və Ağdama səfər etdi və bilirsiniz ki, səfər çərçivəsində Ağdam sakinləri ilə görüşdü. Yeri gəlmişkən elə bu gün də bir sıra ərazilərimizlə yanaşı Ağdama qayıdış oldu və həmin evlərin açarları sakinlərinə təqdim olundu. Biz də elə bu məsələni müzakirə edəcəyik. Qonağımız isə yazıcı Natəvan Dəmirçioğludur. Salam Natəvan xanım, xoş gördük sizi. Xoş gördük, sizi salamlayıram və tamaşaçılarımızı da xüsusilə salamlayıram. Bir daha xoş gəlmişsiniz. Natəvan xanım, ümumiyyətlə Qarabağ, belə deyək ki, Qarabağda aparılan bərpa quruculuq işləri çərçivəsində son illər demək olar ki, qayıdış prosesi intensivləşib, bərpa quruculuq işləri sürətlə davam edir. Bu kontekstdən yanaşsaq, bugün zamanında Qafqazın Xirosiması adlandırılan Ağdamın yenidən qurulması, vətəndaşların ora qayıtması, ümumiyyətlə evlərinin açarlarının təqdim olunmasını necə xarakteriz etmək olar? Yəni, bu zəfərin bir nəticəsi kimi, zəfərin bir sonluğu kimi izah etmək olar. Eyni zamanda regional qalibiyyətin bir nəticəsi kimi xarakterizə eləmək olar. Bilirsiniz, bu çox ciddi məsələdir. Yəni, birinci bu hadisələri yetişdirmək, sonra bu hadisələr uğrunda mübarizə aparmaq, sonra canlı müharibə və mütləq zəfər, zəfərdən sonra diplomatik danışıqlar və quruculuq işləri və nəhayət açar. Yəni, açara gələn yol hələ açara qədər xeyli bir bariyerlər var idi ki, xeyli bir maneələr var idi ki, bunları aşmaq lazım idi ki, o mərhələyə gəlib çıxsın. Və əgər bugün o mərhələ reallaşıbsa, demək, biz bir neçə mərhələdə qalib olmuşuq. Deməli, açar son mərhələdir. Bəli. Evlərinə daxil olması. Açar elə açardır. Yəni, artıq sən qapını açırsan, evinə daxil olursan. Artıq sənin taleyin açarı öz əlindədir. Yəni, cənab prezident Ali Baş Komandan açarları təqdim eləyəndə təkcə fiziki mənada bir açarları təqdim eləmir. Həm də mənəvi mənada, həm də bir növ maddi mənada, həm də elə rəmzi mənada o insanlara açar verir. Yəni ki, al bu sənin açarın, sənin taleyin artıq öz əlindədir. Yəni, sənin alınmış hüquqların sənin özünə qaytarılır. Təkcə burada qaçqınlara ev qaytarılmır. Burada qaçqınların haqqı özünə qayıdır. Burada qaçqınların yurdu özünə qayıdır. Burada qaçqınların keçmişi özünə qayıdır. Və burada qaçqınların o bölünmüş, parçalanmış mənəviyyatı özünə qayıdır. Yəni, bu çox böyük bir prosesdir və mən deyərdim ki, ümumiyyətlə bəşər tarixində çox az insanlara nəsib olubdur ki, onlar o insanlara açar verə bilsin. Açar çox ciddi məsələdir. Gələk sizin Açar romanına. Ümumiyyətlə, istərdim bu romandan danışaq. Mən bildiyim qədərilə 1-ci Qarabağ müharibəsindən belə deyək, həsr olunub o, yəni proseslər oradan başlayır. İstərdim elə özünüz danışasınız bu barədə. Mən təşəkkür eləyirəm ki, siz elə böyük bir hadisədən, elə bir mühüm, həm dövləti, həm dünyəvi bir hadisədən mənim romanıma keçid eləyirsiniz. Yəni, bu çox böyük hadisədən çox kiçik bir fakta keçid kimi dəyərləndirilə bilər. Amma bununla belə mən yenə o hadisə ilə bağlı son olaraq onu demək istəyirəm ki, mən xalqımızı, cənab Ali Baş Komandanı və o açarları alan insanları təbrik eləmək istəyirəm. Və onlarla bərabər, onlar qədər bu mənim xoşbəxtliyimdir. Yəni, mən o yurtlarından qovulmuş insanlardan deyiləm, şükür Allaha ki, bu belə deyil. Amma mən onlarla bərabər qaçqın olmuşam. Mən onlarla bərabər köçkün olmuşam. Mənim onlarla bərabər hüquqlarım tapdalanıb. Mənim onlarla bərabər gözüm o yurtlarda qalıb. Mən onlarla bərabər döyüşmüşəm. Mən onlarla bərabər səngərdə olmuşam. Və mən onlarla bərabər zəfər çalmışam. Bax, bu romanı mən belə yazdım.
2013-cü ildən başlanan bu roman, təsəvvür eləyin ki, bütün o həyatı mən onlarla bərabər yaşadım. Və bugün inanın səmimiyyətimə ki, mən o qaçqınlar qədər sevinirəm. Elə bilirəm ki, o açarın birini də prezident mənə verib. Bax, o şəkildə özümü hiss eləyirəm. Çünki orada mənim çox böyük haqlarım bərpa olunub. Siz deyə bilərsiniz ki, necə? O şəkildə ki, söz çox qüdrətli bir şeydir. Amma sözdən də qüdrətli olan qələmdir. Və hətta mən bir neçə dəfə, bir neçə yerdə oxumuşam və bu yaxınlarda da bir türk kanalında rast gəldim. Demək, bizim həmkarımız, bir jurnalist Fox Pop keçirdir, küçə sorğusu və bu küçə sorğusunda insanlara bir sual ünvanlayır ki, Tanrı ilk dəfə bu qədər maddi bir şeylərdən, bu qədər dünyada olan bu saysız, hesabsız maddi varlıqlardan ilk olaraq nəyi yaratdı? Və insanların 90%-i bunu bilmir. Yalnız 10% cavab verir ki, deyilənə görə Tanrı ilk dəfə qələmi yaradıb. Və sonra proqramın aparıcıları, redaktorları misallar gətirirlər mənbələrdən ki, həqiqətən də belə bir fakt dolaşmaqdadır ki, Tanrı ilk dəfə qələmi yaratmışdı. Və doğrudan qələm böyük bir şeydir. Və qələmin özünün həm də əhənruba bir çəkici qüvvəsi var. Məsələn, qələmlə yazılan bir şey olmadan da ola bilər. Necə ki, Tanrı qələmlə ilk dəfə ol sözünü yazdı və dünya bərqərar oldu deyə bizim kitabımız buyurur. Və o baxımdan mən təsəvvür edirsiniz ki, 13-cü ildə bu əsərin adını Açar qoyanda və orada əsəri başlamaq həqiqətən də mənim üçün çox çətin idi və onun girişində, məhz lidində bir məsələ var. Deyir ki, bu yazar ilk sözü tapmırdı. İlk sözü tapa bilmirdi və bunun həyəcanını yaşayırdı ki, nədən bu ilk sözü yaza bilmir? Yoxsa təmizliyi mi itmişdi? Yoxsa halallığını mı itirmişdi? Və düşünür, ilk dəfə Açar yazır. Və sonra deyir ki, hər bağlı qapının bir açarı var. Bir gün bağlayan, bir gün açar. Sizi inandırıram ki, mən Qarabağ açarını bax 13-cü, 14-cü ildə o açarı yazanda onu artıq qələmlə o açarı yazmışdım. Və mən ona bütün varlığımla inanırdım. Amma yenə də deyirəm, mənim əsərim bu effekti verməzdi və mən bugün ölkəmizin, teleməkanımızın nüfuzlu kanallarından biri olan Real TV-nin bax bu canlı efirinə dəvət olunmazdım Açar romanının müəllifi kimi. Əgər bugün Ali Baş Komandan o açarları təqdim etməsəydi. Demək, həmin açar, hər bağlı qapının bir açarı var. Bir gün bağlayan, bir gün açar inamı bugün bizi məhz o açarların təqdimatına gətdi. Və mən bunu dönə-dönə demişəm, bugün də deyirəm, bu əsəri mən Ali Baş Komandanla bərabər yazmışam. Daha doğrusu, onun bütün strategiyası, taktikası, hərbi əməliyyatları, siyasi iradəsi və xalqı idarə etmə gücü mənim o əsərimin içərisində mənə dəstək olub ki, biz belə bir gözəl sonluğa varmışıq ki, bugün biz verilən açarlardan danışırıq. Bəs Qarabağla bağlı hansı faktlar öz əksini tapıb kitabda? Ümumiyyətlə, hansı nüanslara toxunmusunuz? Aha, Qarabağla bağlı onu deyim ki, müharibənin xronikasını saxlamağa çalışmışam. Çünki əsər mərhələ-mərhələ yazıldığına görə elə bil ki, mən o müharibənin mərhələləri o kitabda öz əksini tapır. Və Qarabağ insanının xarakteri o kitabda öz əksini tapır. Mən çox kiçik bir epizod sizə demək istəyirəm. Orada bir komandir onu tərifləyəndə ki, siz bu müharibəni uddunuz, bu qələbəni qazandınız. O deyir ki, təkcə biz etmədik bunu.
insanlar bizlə bərabər etdi. Deyir, mən deyir, bir Qarabağlı gənci xatırlayıram deyir. O deyir, mənə yaxınlaşdı. Dedi ki, komandir icazə verəm, mən sizdən qabaqda gedim. Yəni, burada mina çoxdur. Harda mina partlasa, yəni siz salamat qalın. Bax, biz deyir, ona görə qalib gəldik. Və hətta orada daha bir epizod var. Deyir ki, bir yaşlı Qarabağlı deyir, öz sürüsünü qova-qova deyir, gətirmişdi bizim hərbi hissənin yaxınlığına və bunlar narahat olurlar ki, görəsən bu nədir? Və o yaşlı Qarabağlı deyir, yaxınlaşdı, dedi ki, mən bunları gətirmişəm ki, bunları kəs əskərlərə yedirdiynə, əskərlərə veriylə yeməyiniz olsun və döyüşün, yəni döyüşə bilin. Və mən deyir, bu faktı unuda bilmirəm. O Qarabağlını unuda bilmirəm. Bunlar, yəni orada Qarabağlılar var. Orada bir tənqidçi mənə demişdi, deyəsən, hörmətli Mət Osmanoğlu dedi, yoxsa kim dedi? Dedi ki, o kitabın ön sözünün o müəllifidir, nədənsə Mət müəllim yadıma düşdü. Dedi ki, burada bir Azərbaycan obrazı var. Bütün obrazlarla bərabər həm də deyir, bir Azərbaycanın özünün obrazı var. Yəni, dünyada nə qədər xalq var ki, onun insanı müharibəyə belə yanaşsın. Və təsəvvür eləyin ki, özünün, bütün ailənin iqtisadiyyat zəmbili o heyvanlardan asılıdır, amma onu gətirir ki, siz bunu kəsin, əskərlərə yedindin ki, siz qabağa gedə biləsiniz, əskərlərin yeməyi olsun, istiliyi olsun, canı olsun. Yəni, orada Qarabağın neynçin əraziləri var, orada Qarabağın insanları var, orada Qarabağın müharibəsi addım-addım var o əsərdə. Bəs ikinci Qarabağ müharibəsi ilə bağlı hansı nüanslar var? Çünki bilirəm ki, kitab bu il, belə deyək ki, ictimaiyyətə təqdim olundu. Yəqin ki, bu ikinci Qarabağdan da müəyyən bir faktlar salmışsınız kitaba. İkinci Qarabağ müharibəsi demək olar ki, bütün mərhələlərlə orada var. Bütün mərhələlərlə. Yəni, bu bir bədii əsərdir, bu tarixi əsər deyil şübhəsiz. Amma Azərbaycanın o qədər bir tapdalanmış haqqı var idi ki, o qədər bir, necə deyim, dünyaya çıxardılmalı həqiqəti var idi ki, mən istər-istəməz bu bədii əsərdə o tarixi faktları, o tarixi məkanları və o tarixi insanları orada əks etdirmək istədim ki, onlar ədəbiyyatın yaddaşında qalsın. Çünki çox unikal bir söz var, deyir ki, tarix kitabları ilə bərabər həm də ədəbi əsərlərdən biz oxuya bilirik. Və bu həqiqətən də belədir. Tarixi proseslər bədiyləşdirilir də. Bəzən tarixin özünə təcavüz olunur. Bəzən indi bizim bundan sonraki tariximizdən uzaq olsun, amma bu vaxta qədər ki, tariximizdə, müstəqilliyə qədər ki, tariximizdə bu bizdə dəfələrlə olub ki, bizim tarixi həqiqətlərimiz özü təcavüzə məruz qalıbdır. Və tarix özü üzdə olan sənət olduğuna görə bəzən müxtəlif ideologiyalar ona təsir göstərir. Amma tarixin həqiqəti ədəbiyyatın bətnində gizlənə bilir, ədəbiyyatın qucağında gizlənə bilir, qoynunda gizlənə bilir. Ona görə də mən o müəyyən tarixi obrazlar var onlar, müəyyən tarixi hadisələr var onların hamısını məhz bu ədəbiyyatın bətninə köçürtdüm ki, onlar elə burada tarix olaraq qalsın. Həm də sözün açığı hadisələrin gedişatı elə inkişaf eləyirdi, hadisələr elə bir dinamika qazanırdı ki, özü. Hətta mən bu əsəri bir kino kimi yazdım. Baxmayaraq ki, bu bir kino senarisi deyil, amma bunda çox böyük, çox açıq, çox aydın və güclü kino elementləri var. Nə vaxtdan yazmağa başlamışsınız əsəri? 2013-cü ildə başlamışam. Birinci müharibə dövründən də təsirlənmələr və müəyyən bir ildən sonra, məsələn 2010-cu ildən hətta məsələn bu haqda düşünməyə başladım. Amma ilk cümləsini məhz deyir ki, qələmi əlinə götürdü və ilk öncə açar yazdı. Və bu
2013-cü ildə oldu. Amma sonda ki, o açar gedir öz yurtlarına və Qarabağda, bugün siz Ağdamda açarların təqdim olunmasını dediniz ki, Ali Baş Komandan cənab İlham Əliyev Ağdamlılara öz evlərinin açarlarını təqdim etdi. Həmin 2023-cü ildə mən o son sakinlərin öz açarı aparıb Qarabağa getməklərini orada təsvir elədim. Və orada bir epizod var, təkrar olmasın, amma bunu deməkdə ehtiyac duyuram ki, demək, Qaçqın qoca o açarları ki, qoynunda gəzdirirdi, bəzək kostyumunun cibində gəzdirirdi və onu itirməkdən çox qorxurdu. O ölənə qədər və bu hadisələr olmadı və o dünyasını dəyişdi. Yəni, nə 2-ci Qarabağ müharibəsini, nə Vətən müharibəmizi, nə zəfəri görmədi. Ona qədər dünyasını dəyişdi. Reallıqda da çox sayda elə insanlar var idi. Və o öz evlatlarına vəsiyyət eləyir ki, siz yurtlarımıza qayıtmaq sizə nəsib olsa, orada mütləq bu açarlarla qapının qıfılını açarsınız. Mən o səsi eşidəcəm, mütləq eşidəcəm, qəbirdə olsam da eşidəcəm deyə bir vəsiyyət eləyir. İndi əsərin sonunda təsvir olunur ki, Qaçqın qocanın evlatları yurduna qayıdır və təsəvvür eləyin ki, erməni vandalları o qədər dağıntıya məruz qoymuşdu ki, həmin yurdu. Bunlar bir dənə sağ qapı, bir dənə sağ qıfıl tapırlar ki, heç olmasa bu bir açarla o qıfılı açsınlar, o qapını açsınlar ki, kişinin vəsiyyətini yerinə yetirsinlər və o inam ki, o deyirdi, mən lap qəbirdə də olsam o açarın səsini, qıfılı açan açarın səsini eşidəcəm, bunlar ona əməl eləmək istəyir. Amma o da bir bədii priyomla çatdırılır ki, ermənilər Qarabağı dağıtmışdılar. Ermənilər Qarabağda bircə qapı, bircə qıfıl, bircə bağlı yer qoymamışdılar ki, onu açarla açsınlar. Amma onlar bir köhnə qıfıl tapırlar və onun səsini çıxardaraq düşünürlər ki, bu qıfıl qapını açdı. Və bugün məhz o açarların Ağdamlılara təqdim olunması mənim əsərimin sonluğunla üst-üstə düşür və mən yenə də dönə-dönə minnətdar olduğum kimi bu gün də o minnətdarlığı, o şükranlığı Ali Baş Komandan cənab İlham Əliyevə çatdırıram ki, o məni bu müqəddəs işdə yarı yolda qoymadı. O elə bil ki, mənim qol qanadımı açdı ki, mən bu əsəri bu şəkildə tamamladım və bu həm də əsərin özünün taleyi idi. Çünki o açar simvolikası ki var, açar metafizikası ki var, görünür o çox güclü bir şey imiş. Hətta mənim düşündüyümdən də çox güclüymüş. Və mən onları o iddia ilə yazanda ki, o dedi ki, hər bağlı qapının bir açarı var. Bunu bizim babalarımız söyləyib. Bir yandan bağlanan, bir yandan açılar və yaxud da ki, açarla bağlı orada bir neçə el deyimlərinə mən stat gətirmişəm. Bunların hamısı o qədər yerinə oturdu ki, mən yenə deyirəm ki, bu qələbə mənim qələbəmdir, mənim zəfərimdir ki, bu əsər gəldi, öz yerinə oturdu və çox böyük, uğurlu, işıqlı bir taleyi oldu. Amma bu hələ son deyil, çünki mənim bu əsərdən gözləntilərim hələ çoxdur və nə qədər qəribə səslənsə də, məhz əsərdə Ali Baş Komandan obrazı keçən bu əsəri elə Ali Baş Komandanın özünün bir gün oxumağını arzu eləyirəm. Çünki o bu əsəri oxusa, bu əsərin bütün qapıları açılacaq və mən bunu mütləq bir kino kimi görmək istəyirəm. Çünki orada çox böyük həqiqətlər var. O həqiqətlər ki, onları dünyaya çıxartmaq bizim üçün çox zəruridir. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm sizə minnətdaram fikirləriniz üçün. Qeyd edim ki, yazıcı Natəvan Dəmirçioğlunun yeni nəşrindən, Açar romanından danışdıq və həmin romanda Qarabağ hadisələrinə nəzər saldıq.